Salam aleyküm. Ben qanıram, salam aleyküm demək lazımdır. Salam aleyküm. Bazı insanlar salam aleyküm diyor. Aleyküm diyor. Salam aleyküm. Salam aleyküm biraz bize ne çıkır? Yaltak kimi çıkır? Salam aleyküm. Ne aleyküm? Salam aleyküm. Aleyküm salam. Evvel de dediler salam aleyküm. Sonra dediler aleyküm salam. 5'te arttı. Dəyərli izləyicilər, hər vaxtınız xeyir, xoş gördük və sairə kimi kəlmələr mədəniyyətimizdə. Ünsiyyətin başlanğıcı, görüşmə üslubu və bir nəzakətdir. Salam aleyküm və əssəlamu aleykuma gəldikdə isə. Salam aleyküm Azərbaycan dilində bəzi yerlərdə xalq arasında yanlış tələffüz nəticəsində formalaşmış bir ifadədir. Bu söz birləşməsi ərəb dilində yoxdur. Yəni aleyküm sözünün heç bir dini və dil qaydasında yeri yoxdur. Sadəcə aleyküm sözünün yerli ləhcədə səhv oxunmasıdır. İslam mədəniyyətində əssəlamu aleyküm sənə Allahın salamı, təhlükəsizlik, əmin-amanlığı olsun mənasını verir. Həm görüşəndə, həm vidalaşanda söylənilir. Bu Quranda keçən və Peyğəmbərin sallallahu aleyhi və alihi və səlləm etdiyi doğru İslam salamıdır. Qaldı ki, bu bəyin söylədiyi kimi. Əvvəl də dedilər salam aleyküm, sonra dedilər aleyküm salam. Əvvəl necə deyirdilər, biz belə görmüşük. Hamı belə deyir, dədə-babalarımız, kör-körənə ənənəçilik. Rəbbimiz bu tip insanlar barədə söyləyir. Onlara Allahın nazil etdiyinə tabe olun deyiləndə onlar. Xeyr, biz atalarımızın, dədə-babalarımızın yolunu izləyirik, deyərlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə? Əssəlamu aleykum.